Günün ümumi mesajı 15 yanvar. Tələsmədən, düşünərək və duyğuları düzgün idarə edərək hərəkət edənlər üçün uğurlu və aydınladıcı gündür. Kanala abunə olun. Videonu bəyənin ki, davamı gəlsin. Qoç 15 yanvar sizin üçün enerjili və qərarverici gündür. Uzun müddətdir düşündüyünüz bir mövzuda artıq addım atmaq vaxtıdır. İş həyatında rəhbərlərlə ünsiyyət ön plana çıxır. Duygusal olaraq isə biraz tələskən ola bilərsiniz, sözlərinizə diqqət edin. Axşam saatları gözlənilməz bir zəng və ya mesaj gətirə bilər. Buğa bugün maddi mövzular diqqət mərkəzindədir. Gəlir, xərc balansınızı yenidən gözdən keçirməlisiniz. Planlı hərəkət etsəniz, yaxın günlərdə rahatlayacaqsınız. Sevgi həyatında isə keçmişdən gələn bir mövzu yenidən gündəmə çıxa bilər. Tələsmədən qərar verin. Əkizlər 15 yanvar sizi ünsiyyət və görüşlərlə dolu bir gün gözləyir. Vacib danışıq və razılaşmalar üçün əlverişli zamandır. Ancaq hər deyilənə inanmayın, detalları diqqətlə yoxlayın. Sevdiyiniz insandan alacağınız bir söz gününüzü dəyişə bilər. Hərçəng bugün biraz daxilə dönük ola bilərsiniz. Hisslərinizi gizlətmək əvəzinə doğru insanla paylaşmaq sizi yüngülləşdirəcək. İşdə səbr tələb edən mövzular var, sağlamlığınıza, xüsusən də yuxu rejiminizə diqqət edin. Şir 15 yanvar sizin üçün sosial və aktiv gündür. Dost çevrəsində diqqət mərkəzində ola bilərsiniz. Yeni tanışlıqlar gələcək üçün faydalı ola bilər. Sevgi həyatında isə gözlənilməz bir etiraf eşidə bilərsiniz. Özünüz olun, rol oynamayın. Qız bugün iş və məsuliyyətlər ön plana çıxır. Detallara diqqətiniz sayəsində səhvlərin qarşısını ala bilərsiniz. Rəhbərlik tərəfindən təqdir olunma ehtimalı var, emosional olaraq isə biraz yorğunluq hiss edilə bilər, özünüzə zaman ayırın. Tərəzi 15 yanvar öyrənmək, plan qurmaq və yol mövzularını aktivləşdirir. Təhsil, kurs və ya xariclə bağlı planlar gündəmə gələ bilər. Sevgi həyatında tarazlıq axtarışındasınız. Qarşı tərəfin baxış bucağını anlamağa çalışın. Əqrəb bugün dərin düşüncələr və dönüş nöqtələri ilə yadda qala bilər. Maddi ortaq məsələlər, borc və ya miras mövzuları gündəmə gələ bilər. Sezgiləriniz güclüdür, daxili səsinizə qulaq asın. Gizli qalan bir həqiqət ortaya çıxa bilər. Ox atan 15 yanvar münasibətlər günüdür. İstər sevgi, istər iş ortaqlığı, hər şey açıq danışıq tələb edir. Güzəşt etsəniz, qarşılığını alacaqsınız. Subay ox atanlar üçün yeni tanışlıq ehtimalı yüksəkdir. Oğlaq bugün iş rejimi və sağlamlıq mövzularına fokuslanmalısınız. Günlük planlarınızı nizama salmaq sizi rahatladacaq. Kiçik bir sağlamlıq siqnalını görməzdən gəlməyin. İşdə səbriniz nəticə verəcək. Dolça 15 yanvar sizin üçün yaradıcılıq və sevgi enerjisi gətirir. Özünüzü ifadə etmək üçün əla gündür. Hobbilərinizdən gəlir əldə etmə fikri yarana bilər. Sevgi həyatında isə romantik anlar mümkündür. Balıqlar bugün ev və ailə mövzuları ön plana çıxır. Ailə daxilində bir məsələni yoluna qoymaq üçün uyğun zamandır. Keçmiş xatirələr duygusal edə bilər, amma bu sizə dərs verəcək. Daxili rahatlıq tapmağa çalışın.